Salam dəyərli izləyicilər, 23 iyun Bakı vaxtı ilə saat 21:50-ni göstərir və ən son məlumatları diqqətinizə çatdırıram. Qətər hava hücumundan müdafiə qüvvələri Amerikanın Əl-Udeyd hərbi bazasına raket hücumunun qarşısını alıb və bu barədə Əl Cəzirə məlumat yayıb. Həmçinin bildirilib ki, hücum zamanı ölən və yaralanan yoxdur. İran ordusu isə 4 ölkəyə hazırda zərbələr endirir və bu siyahıda deməli İraq, Bəhreyn və Küveyt var. Həmçinin İsrailə zərbələr endirir və qarşılıqlı zərbələrlə İsrail cavab verməkdə. Trump isə İranın hücumlarına görə təcili iclas çağırıb və qeyd olunur ki, Amerikanın İrana zərbələrinə cavab olaraq Tehran Amerikanın yaxın şərqdəki hərbi bazalarına raket zərbələri endirib və Trump deməli bu zərbələrlə bağlı hökumətin təcili iclasını çağırıb. Sepah isə bəyanat yayıb ki, düşmənlərə xəbərdarlıq edirik, döyüş bitdi. Biz İranın düşmənlərinə xəbərdarlıq edirik deyə məlumatda qeyd olunur. İranın digər bir məlumatında isə bildirilir ki, Amerika İrana nə qədər raket atmışdısa, Qətərdəki hərbi bazalarda o eyni sayda raket atılır. Amerika Qətərdəki bazanı tamamilə boşaldıb. Bu barədə İsrail mətbuatında məlumat yer alıb. Ən son məlumatlardan biri də budur ki, Bəhreyn də hava məkanını bağlayıb və ölkədə hazırda siren səsləri eşidilir. Amerikanın Qətərdəki səfirliyi isə vətəndaşlarına ölkədən çıxmaqla bağlı sığınacaq axtarmağı tövsiyə edib. Müvafiq məlumat diplomatik missiyanın saytında dərc olunur. Dəyərli izləyicilər, digər məlumatları da biraz sonra diqqətinizə çatdıracağıq və qeyd edək ki, İran-İsrail münaqişəsi 2 il davam edə bilər deyə belə bir məlumat da yayılıb. Deməli, ən son məlumatları izləmək üçün burada üstə gəl işarəsinə vuraraq kanalımıza abunə ola bilərsiniz.